yaşından üzü bu günə fəaliyyətinizin şahidiyik. Və bugün Suğra Bağırzadənin bəlli bir mövqedə öz fikrini eşitmək istəyirəm. Biz ailədən danışdıq, ailə meyarlarından danışdıq. Suğra xanım, bu incəliyin fonunda mən bilirəm ki, böyük bir qətiyyət dayanır və böyük bir tələb dayanır. Bizi izləyən tamaşaçılarımız, gənclərimiz, fərq eləməz, müəyyən bir insanlar var ki, yaşının bir zamanında ona sual doğurur. Doğrumu elədim? Görəsən niyə elədim? Kaş ki eləməzdim. Kaş ki və yaxşı kinin arasında insan nə yaxşı ki tərəfə, yəni daha çox nə yaxşı ki desin deyə, nə etməlidir, necə yaşamalıdır ki, doğru olsun? Bilirsiniz, yəni insan dərrakəli olmalıdır. Bax, mən həmişə deyirəm ki, ürəkdə ağıl, ağılda isə ürək olmalıdır. Yəni, sən bir şeyi istəyəndə, sən bu haqda fikirləşməlisən ki, bu sənin istədiyin hamıya uyğundur ya yox. Ürək deyir ki, yox, mən bunu istəyirəm. Amma ağıl başa düşməlidir ki, buna imkan vermək olmaz, bu düzgün deyil. Bax, mənim həyatımda çox belə şeylər oldu. Bax, mən dedim ki, aktrisa olmağı çox sevirdim. Atam icazə vermədi. Məndəki nə ixtiyarım var ki, atamdan küsüm ki, yox, mən aktrisa olacağım. Yox, biz elə böyümürdük, biz böyüyün dediyi bizim üçün qanun idi. Amma indi mən baxıram ki, baxmayaraq ki, mən uşaqlıqdan o cücələrin mahnısıyla bütün keçmiş Sovet məkanında tanınmış uşaq idim, yəni uşaq yaşlarından. Sonradakı Moskvada ən gözəl uşaq səsləri valına mənim səsim cücələrin mahnısı ilə daxil oldu. Özdəki o zaman Robertino Loretti, Qoy həmişə günəş olsun, çox tanınmış mahnıları bir yerdə cücələrin mahnısı daxil edildi bu vala və mən artıq dünyanın bir çox ölkələrində tanınmış bir uşağa çevrildim. Baxın, özdəki məktəbdə oxuyanda 2 filmdə çəkildim. Zeynəb Kasımovanın filmində baş rolda çəkildim, qısa metrajlı film idi. Və bilirsiniz ki, Ulduz filmi Azərbaycanın sevimli filmlərindən biridir. Azərbaycan xalqının 9-cu sinifdə oxuyurdum, 15 yaşım var idi. Məktəbi qutaranda əlbəttə ki, mən artıq özümü hiss edirdim ki, mən aktrisa olmaq istəyirəm, mən istəyirəm ki, səhnədə olum, mən istəyirəm ki, filmlərə çəkilim. Amma atam icazə vermədi. Atam düz deyirdi ki, ağlın başında məktəbdə əla oxuyan qızsan, get hansı texniki institutu istəyirsən daxil ol. Bizim də evimizə ən yaxın institut Neft Kimya İnstitutu idi. O vaxt elə adlanırdı, indi Neft Akademiyası adlanır. Özdəki mən daxil olanda, deməli, yüksək molekullu birləşmələr üzrə mühəndis-texnoloq sənəti yalnız bir dəfə tələbə buraxmışlar. İkinci qabula artıq mən sənədlərini verənlərin içində idim. Təsəvvür edin ki, mən imtahana girmişəm. Birinci imtahanım deməli, riyaziyyatdan idi. Özdəki mənə düşür Newton binomunun açılışı. Hələ də yadınızdadır. Hələ də yadımdadır. Mən də yazıram lövhədə hamısını. Sakitcə başımı salmışam, aşağı yazıram. Müəllimlər də görən bir-biri ilə nəsə danışırlar da. Çünki tanıyırlar axı. Ulduz filmi təzə çıxmışdı ekranlara, hamısı görmüşdü. Televiziya az olsa da yəni baxırdılar. Elə bir hökumət konsertləri olmurdu ki, mən orada cücələrimi oxumayım ansamblda. Yəni Azərbaycan xalqı məni çox tanıyır. Mən belə baxırdım ki, sonra müəllim baxdılar sənədə, görürlər adımı, familiyamız adı. Sonra müəllimlərin biri qayıtdı ki, ay qız, sən bu institutda neyniyirsən?
deyirəm ki, deyəsən mənim cavabım xoşunuza gəlmədi. İstəmirsiniz ki, mən bunu istəyim. Yox, hər şey düzgündür. Amma ki, hər halda biz elə bilirdik ki, siz Azərbaycanın gələcəkdə aktrisası olacaqsınız. Dedim, hələlik mühəndis olum, aktrisalıq sonra baxarım.